Salam uşaqlar, bugünkü dərsimiz Azərbaycan xüsusi iqtisadi və dövlət quruluşu, yəni 15-ci əsrdə Ağqoyunlu və Qaraqoyunlu dövlətlərində baş verən proseslərdən bir də bəhs edəcəyik, bir də mədəni abidələrdən. Başlayaq. 15-ci əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin dövlət quruluşu, idarə sistemləri belə idi. Baharlılar, yəni Qaraqoyunlular, Bayandurlar, yəni Ağqoyunlu dövlətinin yaranmasına həlledici rolu Oğuz Türkmen boylarına məxsus olduğundan dövlət idarələri Səlcuq İmperiyası dövründə formalaşmış ənənəvi sistem üzərinə qurulmuşdu. Elxanilər dövründə bu sistem Monqol dövlətçi elementlər alımı olmuş və inkişaf etmişdir. Hər iki dövlətdə hökmdar padşah, Şirvanşahların başçısı şah titulu daşıyırdı. Məsələn, Həsən padşah Osmanlı dövlətindən olduğu kimi sultan titulu qəbul etmişdi. Sarayda aşağı rütbəli məmurlar, eşqağası, qapçı, xəzinədar, möhürdar idi. Bu dövlətlərdə dövlətin daxili həyatında mühüm rol oynayan qruplar aşağıdakılar idi. Oturaq feodallar, ali müsəlman ruhaniləri və köçəri hərbi əyanlar. 15-ci əsrdə Qara Yusif və Həsən padşahın cəhdlərinə baxmayaraq vilayətlərdə yarımköçəri ərazilər nəzarət tam mümkün olmamalı, soyqal sistemi mövcud olması Azərbaycanda mərkəzləşmiş dövlət qurmağa mane oldu. Bunu yadda saxlayın. Azərbaycanda 15-ci əsrdə mərkəzləşmiş dövlət yox idi. İndi idarə quruluşuna baxaq. Padşah var idi, dövlətin başında dururdu, qeyri-məhdud hakimiyyətə malik idi. Ondan sonra əmirlər ümara gəlirdi, sülalə üzvlərindən yarımköçəri türk əyanlarından təyin olunurdu. Ordunun baş komandanı idi və əmirlər əmri titulunu daşıyırdı. Bu titul şəxsən hökmdar tərəfindən verilir və onun hökmü amirlər və hərbi məmurlar üçün qanun hesabı olunurdu. Daha sonra sədr-əzm var idi, bir adı da Mövlana idi. Əmirlər ümarədən sonraki yerdə dayanırdı. Müsəlmanların ruhani başçısı idi, vəqf, əmlak və dini idarələrə rəhbərlik edirdi və vəqfdən gələn gəlirlərə nəzarət edirdi. Daha sonra baş vəzir var. Baş vəzir dövlətin idarələrini idarə edirdi. Daxili inzibat və xarici işlərə baxırdı. Dövlət gəlirləri və maliyyə işləri məşğul idi. Ali divanı rəhbər edir və sahibi divan adlanırdı. Bu baş vəzir idi. Ali divan nə idi? Hökmdarın yanında əyanlardan təşkil olunan məsləhətçi orqan idi və fəaliyyət göstərən bir qurum idi. Daha sonra kənqaş var idi, gənəş, sülalə üzvləri və əmirlərdən təşkil olunan qapalı məşvərətçi orqan idi. Müharibə, silah, taxt-tac, varislik kimi məsələlərə bunlar baxırdı. Sonra təbaçı var idi, müharibə zamanı vilayətlərdən qoşun toplayma, onların sayını təşkil edən məmur idi. Daha sonra qazı var idi, şəriət qanunlarına əsasən vilayətlərdə məhkəmə və dini işlərə baxırdı. İndi 15-ci əsrdə hərbi quruluşu və iqtisadi sistemə baxaq. Ordu quruluşu necə idi? Dövlətin gücü daha çox hökmdarın nüfuzundan və onun hərbi uğurlarından asılı idi. Ağqoyunlu dövlətində ordu iki hissədən ibarət idi. Elatlılardan toplanan qoşun, yəni onlara əmirlər başçılıq edirdi. Elatlı yalnız hərbi əməliyyat zamanı dövlətdən maaş alırdılar. Bir də xassisə süvariləri, daimi qoşun var idi. Sadəcə elatlardan az olsa da ordunun əsasını təşkil edir və xassisə süvariləri illik maaş alırdılar. 15-ci əsrdə orduda qılınc, xəncər, kaman, ox, nizə, güz kimi silahlarda təchiz olunur, xüsusi zirehlər geyinir, başlarına dəbləqə qoyurdular. Qədim türk əyanlarına uyğun olaraq yürüşə yollanan döyüşçülər çox zaman onların atları və xidmətləri müşahidə edirdi. Qaravul dəstələri kəşfiyyat işlərini həyata keçirirdi. Hərbi yürüşlərdə ordunun musiqiçilər müşahidə edirdi. Hücum zamanı gələn aylar, yəni uzun zurnalar və qələbə qançası dəbil və mağaralar çalınırdı. Torpaq mülkiyyət formaları vergilərə baxsaq, 15-ci əsrdə Ağqoyunlu və Qaraqoyunlu ənənəvi torpaq mülkiyyət forması olan dövlət, yəni divan torpaqları, xassisə, yəni hakim xüsuslara mənsub torpaqlar, xüsusi irs, yəni mülk, mülkiyyət, vəqf və cəmaət torpaqları yanaşı soyqal adlanan torpaq da var idi. Soyqal torpaq mülkiyyəti necə idi? Monqolca ehsan və bəxşiş deməkdir. Yarımköçəri hərbi əyanlara qoşunların xidmət müqabilində iqta əvəzi verilirdi. İqta ilə soyqalın fərqləri bunlar idi. Oxşar cəhətləri hər ikisi dövlət xidməti müqabilində idi. Fərqli cəhətlər soyqal irsən keçə bilərdi. Sahibi vergiden azad idi və vergi toxunulmazdan malik idi. Soyqalın paylanması siyasətində Ağqoyunlu və Qaraqoyunlu zəifləmiş və mərkəzləşmiş prosesi ləngitmişdi. 15-ci əsrdə Azərbaycan dövlətinin iqtisadi qüdrətinin mənbəyi isə əhalidən toplanan vergilər və xarici ölkələrlə ticarət idi. İndi Həsən padşahın qanunnaməsi və 15-ci əsrdə Azərbaycan iqtisadi həyatına baxaq. Həsən padşah qanunnamə hazırlanması əsas məqsədi dövlət iqtisadi və siyasi cəhətdən gücləndirmək, vergi toplanmasını nizama salmaq idi. Qanunnamənin əsas xüsusiyyətləri bunlar idi. Vergi miqdarı qismən azaldıldı. Əsas vergi olan məhsul vergisi, yəni malcəhəti məhsulun 5/1, bəzi mənbələrdə isə 6/1 qədər müəyyən edildi. Bu qanunla 16-cı əsrdə səhv dövründə qüvvədə qalmışdır. İndi 15-ci əsr vergi növlərinə baxaq. Malcəhət əsas vergi idi, məhsul vergisi idi və daha sonra bəhrə var idi, sudan istifadə müqabilində alınırdı. Çobanbəyi verdi, otlaqlardan istifadəyə görə köçəri mallardan alınırdı. Cizyə var idi, qeyri-müsəlmanlar, xristian əhalidən alınırdı. Can vergisi, tamğa və bac var idi, sənətkar və tacirlərdən
alınırdı. 15-ci əsr Azərbaycanın iqtisadi yüksəlişinə baxaq. 15-ci əsr 30 əsrlərində qismən siyasi sabitliyin yaranması, iqtisadi tənəzzülün dayanmasına və şəhər həyatının canlanmasına səbəb oldu. Təbriz, Gəncə, Ərdəbil sənətkarlıq və ticarət mərkəzləri kimi inkişaf etdi. 15-ci əsrin ikinci yarısında Bakı Xəzər dənizinin əsas liman üzərinə çevrildi. Ondan əvvəl isə Dərbənd idi. İtalyan səyyahı Konatri Şamaxı şəhərinin ticari mərkəz məhsul buluna görə Təbrizdən üstün hesab etmişdi. Azərbaycan ipayı İtaliya tacirləri tərəfindən alınır. Onlar Qara Dəniz, Azov, Don, Xəzər yolu ilə Azərbaycan ticarət mərkəzlərinə gəlirdi. Azərbaycan ipayı Bursa və İstanbulda doluqluq müəssisələrində xam malı təmin edirdi. Qaraqoyunlu Arğonlu dövlətinin xristian əhali vəziyyəti isə Azərbaycan hökmdarları həm müsəlman, həm də xristian əhali qayğısına qalır, onların şəriət qaydalarına uyğun davranırdılar. Xristian kilsənin xadimləri müəyyən imtiyazlara malik idi. 15-ci əsr Azərbaycan mədəniyyətinə daxil siyasətinə baxaq. Xristian ruhani təbəqələrin vəziyyəti gürcü və erməni ruhani təbəqələr vergiden azad edilmişdi. Kilsə və monastırların əmlakına vergi toxunulmazlığı hüququ qoyulmuşdu. Hətta 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan Şah erməni Qroqoren kilsəsinin başçısının katolikosluğu mərkəzinin Krikiyası şəhərindən İrəvan bölgəsində 3 kilsəyə, yəni 3 məhəllisinə köçməklə təklifinə razılıq verdi və bununla da 3 kilsə yepiskopu Azərbaycan feodalına Əmir Rüstəm və Əmir Şəmsəddin oğlu Pir Hüseynin məxsus olan torpaq satın alaraq erməni kilsəsinə bağışladı. Bununla da sonraki dövrdə erməni Qərbi Azərbaycanda İrəvan və Göyçə bölgəsində Alban xristian abidələrinin digər simvolları dəyişərək onları erməni abidəsi kimi təqdim etməyə başladılar. Bu bir səhv idi. 15-ci əsr Azərbaycan mədəniyyətinə baxaq. Qaraqoyunlu Cahan Şah Həqqi və Ağqoyunlu Həsən Padşah quruculuq Abadar şəhəri xüsusi qayğı göstərdilər. Görkəmli alimləri himayə etdilər. Həsən Padşah tapşırığı ilə Oğuz Şuşanın tarixi yazılmışdı. Ağa Məhəmməd xan dövründə də belə bir əsər yazılmışdı. Qara Yusuf və Həsən Padşah Quranı türkçəyə tərcümə etdirmişdi. Dövrün görkəmli musiqicisi Əbdülqadir Marağayi idi. 15-ci əsr Azərbaycan memori abidələrinə baxsaq, sağdakı xəritədə də görəcəyik yerlərini qeyd etmişəm. 15-ci əsrdə Şirvanşahlar Saray kompleksi və divanxana var idi, Bakı şəhərində yerləşirdi. Təbrizdə Göy məscid 1465, Həsən Padşah məscidi, 85 Saray kompleksi 1483 və Qeysəriyyə bazarı, Həsən Padşah tərəfindən tikilmiş Qeysəriyyə bazarı var idi. Memarlı abidələr haqqında əlavə məlumata baxsaq, Göy məscid 1465-də Təbrizdə Qaraqoyunlu Cahan Şah tərəfindən tikilmişdir. 85 Saray kompleksi də 1483-cü ildə Ağqoyunlu Yaqub Padşah tərəfindən tikilmiş və bu kompleks daxilində kitabxana, məscid, min çarpayılıq yaşayış evi və Cıdır meydanı və xiyabanı var idi. Xəritədə də göstərdiyim kimi Bakıda yerləşən abidələr, yəni Bakı şəhərində, ondan əlavə Təbrizdə yerləşən abidələr və 3 kilsəni burada qeyd etmişəm, indiki Ermənistan Respublikası ərazisində yerləşir. Ümidvaram dərs sizin üçün faydalı olar, oldu, çox sağ olun.